Burada isə bir dənə gömbul qoçun gücünə baxırıq. Maşallah, bizdə kafe fincan olmadığına görə az idi. Ona görə də bu da özü üçün böyük bir fincan seçib. Qoçlar həmişə buynuzun itilir, hazır durur. Bu qoç bizlərində bir şey var. Yetənə, yetməyənə daş atırlar. Elə istəyir buynuzları gecikir ki, kimlənsə dalaşsın. Görürsünüz? Burada xanımlar da var, uşaqlar da gülür. Uşaqlara kafe falı olmaz. Haydi çölə. Qoçlar ürəkləri təmizdir. Yaxşıdırlar, amma çox səbirsizdirlər. Özlərindən çox çıxırlar. Bir də rahatlıq sevirlər. Elə istəyirlər dağı dərəni gəzsinlər. Kimsə bunlara pul xərcləsin. Bu qoç püşlərində belə bir şey var. Bax, fikir verirsiniz dairəni. Bütün günü fırlanırlar. Gəzməyi sevirlər. Yeməyi, içməyi qəşəng hər yerdə. Amma qoçlar, sizi nəsə görürsünüz, yollarınız biraz palçıqlıdır, görürsünüz. Ona görə də biraz çox çalışmalısınız, çox əziyyət çəkməlisiniz. Oxumalısınız. Belə qoçların. Bu arada qoç xanımlar uşaq gözləyənlərə uşaq görsənir. Baxın, görürsünüz, balaca ana bətnində uşaq gəlir. Qoç bürcünə. Sonra görürsünüz, burada bir dənə uşaq şəkili var. Sonra burada nə var? Deməli, burada yolunuzun üstünə bir canavar çıxır. Görürsünüz? Qoçlar bu yaxınlarda buynuzun itiliyib bir dənə canavarla döyüşəcək. Baxın, görürsünüz? Qoçlar, sizi böyük bir mübahisə gözləyir. Özünüzü gözləyin. Biraz sakit olun. Heç kəslə işiniz olmasın. Qoçlara vurar. Yaxşı, pisdir, amma qoçlara bu aynəsə biraz çətinlik gəlir.